Narınc xanım bura gəlmişkən bir təşəkkür təbii ki gələcək. Çünki onun uğurları hər kəsin gözü. Özü də nə? Nə Narınc xanım? Gətirmişəm sizə. Boylu, buxunlu. Yaraşıqlı. Yaraşıqlı. Onun gəlişi mənim yadımdadır. Hətta belə başlamışdım. Demişdim ki, sadəcə uşaqlar olmayacaq ki, yeniyetmələr də ona müraciət edir. Bir qısaca xatırlaya, sizə nəticə göstəririk. Bir diqqətlə baxın. Normalda 9-da oxumayam, 7-də oxuyuram. 7-də. Yaxşı oxuya bilmirsənmi deyə sinifdə qalırsan, yoxsa niyə? Hə, yaxşı oxumalıyım. Yaxşı oxuya bilmirsən. Yaxşı, indi mən səndən soruşacağam ki, niyə yaxşı oxuya bilmirsən? Aslında biraz problem var, bir də əqlim biraz geridir. Əqli gerilik. Bax, oxuyursan yadında mı qalmır? Oxuyursan diqqətin mi dağılır? Heç cür fokuslana mı bilmirsən? Nə baş verir dərsin oxuyanda? Yəni belə benim yəni biraz oxuduğu yadında qalmır. Hərflər oxuyur, yadında qalmır. Yoldaşlarıyla gerdədir. Mən bax belə daha çox belə zəifdir. Keşke biraz daha balaca yaşda gətirərdi. Amma şükürlər o möcüzəvi aparatlarımızın gücünə güvənərəkdən artıq böyük yaşda da yaddaş zəifliyini, qavrama problemini həll eləyə bilirik. Sizcə bu qıpqırmızı baş necə dərs oxuya bilər? Necə bir şey yadında saxlaya bilər? Mümkün deyil. Orada çünki qaynayır. Spazm çox güclüdür, hədsiz dərəcədə. Oxumaq istəyir, gəl oxuya bilmir. Yaddaşında qalmır. Öz də nervlənir, deyir mən niyə belə olmuşam. Mən təşəkkür edirəm. O qıpqırmızı başdan sonra sizə yamyaşıl başı göstərmək istəyirəm. Narınc xanım, bravo. Narınc xanım, əla. Narınc xanım, fevqəladə gözəl. Yəni, müthişdir. Çünki son zamanlar belə bir şey görmürük deyə hamı şikayətlə gəlir və geri dönüşlər indi başlayacaq artıq. Çünki ard-arda biz ona əmanətlər verdik. İndi o əmanətlərimizə xəyanət etmədən geri dönüş edir və bax, bu cür bir başla. Necəsən Hüseyin? Hüseyin, nələr dəyişdi həyatında? Hər şey. Hər şey. Məsələn? Oxumam düzəldi, səsim düzəldi. Oxuman düzəldi. Danışığın rahat. Bəli. Yaddaş bəs? Yaddaş düzəldi. İndi artıq rahat hərfləri də tanıyırsan, oxuyursan. Çünki o zamanki dönəm üçün mən Narınc xanıma da deyirdim ki, Narınc xanım, biz problemin nə qədər böyük olduğunun fərqindəyik. Çünki bu yaşda birinin hərfləri tanımaması, oxuduğunun yadda qalmaması böyük bir problemidir. Amma biz bunun öhdəsindən gəlmişik. Hüseyin, gedirsənmi məktəbə? Bəli. Necədir orada vəziyyət? Müəllimlər də hiss edirmi bu dəyişikliyi? Oxumağa maraqlısanmı? Bəli. Yavaş-yavaş başlayırsan, deyilmi? Bəli. Siz daha yaxşı bilərsiniz, nələr dəyişib? Çünki kənardan müşahidə edirsiniz. Salam hamınızı. Belə əli kimə salam? Deməli, bax, bu oxuya bilmirdi. Yadımda. Heç bax, gəl sözü nədir? Oxu, əli, deyirdi, gəl sözünü deyə bilmirdi. 3 hərfin birləşməsini belə söz kimi deyə bilmirdi. Nar sözünü bilə bilmirdi. N, A, R deyirdi, nar deyə bilmirdi. Vurma cədvəlini bilmirdi. Vurma cədvəlini hamısını bilir. Cəmi 2 ay. 2 ay, mən yadımdadır. Biz onu sizə vermişdik, sonlarında, düzdür. Vurma cədvəlini, ayları bilmirdi, günləri bilmirdi. Bax, bütün hamısını... Ayı günü bilməyən fəsli də bilməzdi. Fəsil də bilmirdi. Neçə fəslimiz var? 12. 12 ayımız var. Neçə fəslimiz var? 4 hansılardır? Yaz, yay, payız, qış. Bravo artıq. Həqiqətən bilirsiniz, indi deməyin, bu yaşda uşağa verdiyi su. Adam bilmirdi bunları. Təşəkkür edirəm Layla xanım sizə, Narınc xanıma. Hamınıza təşəkkür edirəm. Vəfa xanıma təşəkkür edirəm. Vəfa xanım başda olmaqla Səbinə xanıma, Günel xanıma, Firuzə xanıma, Ləman xanıma hamısına təşəkkür edirəm. Düşünün, 5 nəfər işləyib. İşləyib, təsəvvür edirəm. Narınc xanım mənə vurma cədvəli veribdi ki, mən onu biraz imtahan edim. Amma çalışıram ki, rahatdan çətinə doğru gedim. Birdən-birə istəmirəm. Həyecanlı tutdum. Bilən adam heç vaxt həyecanlı olmur. 5 vur 5. 25. 25. 2 vur 8. 15. Yox. Yox, 14. Yox. Tələsmə. Diqqətlə. 16, bəli. Diqqətlə. Sən narahat olma, fokuslan bura. 4 vur 4. 8. Yox. Toplayırsan. Toplama, vur. 4 vur 4. Həyecanlı. 20. Yaxşı, 4 dəfə 5-imiz 20 edir. Tələsməyək. Bunlar olan şeydir. Çünki sıfırdan qalxma bir şey var. Bilir, indi buranın stresini, həyecanını mən başa düşürəm. 4-ü 4-ə vuranda 16 edir yenə də. 5 vur 9. 45. 6 vur 2. 12. Bəs 3-ü 4-ə vursam? Düşün. 15. Yox.
12. 12, bəli. Ey, Aferin, buna əla. da Bir şükür. dənəsində çaşdın, qalan hamısını belə bildin. ev yox. Burada Əla. məsələ. Olsun, bura efirdir. Bir də istəyərdim ki, bir şey oxuyasan, sonra artıq Şeirim, mənim Narınc xanıma suallarım var. Məsələn, sən mənə bax, bu sözü oxu. Hansını? Baba bunu. Bunu. Hansını bunu? Məktəbdə mən də bilməyəndə 3 dəfə soruşurdum. Bunu, bax qazanırdım. Bax qazanma. Bunu. Bugün. Burada mı? Bugün. Yo, mən çaşdım. Hanı bugün? Baxmıram. Narınc xanım, nə edirsiniz? Bugün nə olub sizə? Saçdırdım. Nadir müəllimələr kimi. Məndən müəllim olsaydı, uşaqlar əlimdən dad deyərdi. Bəli, nitqində. Tamam, doğrudur. Bir dənə də şeir hazırlayıb. Onu da bizə desin, çünki bu adam 3 hərfli sözü deyə bilmirdisə, şeiri təbii ki, bilib deməsi mümkün deyildi. Amma bugün bütün mümkünsüzlər mümkün olub. De görək. Çölləndirkən, hə, yerin gülşən, sən nə gözəlsən, ey ana vətən, bağdır əkindir sənin bucağın, qızın təkim sənin torpağın. Nə gözəl. Vətənimizin adı Azərbaycan. Azərbaycan, əlbəttə ki. Narınc xanım, bax, biz nə edirik ki, vurmanı bilməyən uşaq vurma bilir, oxuma bilməyən uşaq oxuma bilir, özünü apara bilməyən uşaq özünü apara bilir. Nə edirik, necə edirik? Buyurun. Həqiqətən də çox Hüseynlə bir yerdə, ailəsi ilə bir yerdə çox əmək qoydu. Çünki zəka inkişafı əsasən 12 yaşdan sonra irəli getməsi çox çətin məsələdir. Yəni yaddaşın, qavramanın güclənməsi. Amma şükürlər ki, artıq o psixoloji aparatlarımızın sayəsində, o möcüzə dediyimiz, artıq o 20 yaşında, 15 yaşında, 18 yaşında belə əqli inkişafda zəifliyi, özü ilk dəfə də gəlinə düşüb, mən əqli geriliyim var, dirəv yox, qavramalı, yaddaşında zəifliyi var. Həqiqətən də çox çətindir həmin onları tərpətmək, qabağa gətirmək, gücləndirmək. Amplitudlar zəif idi, yəni öncəki vəziyyətlərdə, yəni qırmızılar, yəni müqayisəmizdə. İndi beyin amplitudları, yəni yaşına uyğun olaraq çatdırmışıq. İndi lazımdır o qazan, əvvəl balaca bir nəlbəki idi, onu bir qazana çevirmişik. İndi qalıb o qazanın içinə doldurmaq və onlar, o təsəvvür edin, 1-ci, 2-ci sinifdə öyrənəcək şeyləri bu yazıq uşaq indi hələ 7-dədir başlayıb bunları eləməyə. Və təbii ki, bizə bir zaman lazımdır ki, onları bərpa eləsin. İndi inşallah hazırlıq müəllimi də tutsalar, biraz dəstək olsalar, biz də dəstəyimizi verəcək. Balam artıq heç olmasa peşə məktəbinə, özünə bir peşəyə yiyələnsin, uğur qazansın. Əsas odur ki, artıq o balaca, çünki əvvəl düşünün, nəlbəki formadadırsa o tutan, mən ona bir vedrə suda töksəm, o daşacaq, almayacaq. Ona görə də bu vaxta qədər nə qədər o öyrənsə də yaddaşında saxlayamırdı. İndi mən onu almasını götürmüş, çoxaltmışam aparatlarla, psixoloqla, artıq qalıb o qazanın içini doldurmaq. Mən əminəm ki, siz bu işin də öhdəsindən layiqincə gələcəksiniz, dolduracaqsınız. Mənim üçün burada gördüyüm əsas nədir? Keçən dəfəki Hüseynlə indiki Hüseyn utancaqlığı var idi. Öz inam qaydıdır. Belə bu şəkildə gəlmişdi. Dayanıbdır, bəli. Və bu da çox böyük uğurdur. Təşəkkür edirəm Narınc Psixologiya Mərkəzinə. Hədiyyə üçün təşəkkür edirəm. Ola bilər ki, mən də təşəkkür edirəm. Ola bilər ki, sizin də evdə bax bu cür uşaqlar var, yeniyetmələr var. Çünki 18 yaşa qədər keçərlidir demişik. 50% endirim uşaqların ad günü. Bəh, şirniyyat da gətirmişsən. Birinci mən götürüm, çünki gedirəm dostlarıma təşəkkür eləmək. Sonra bütün zala paylaya bilərsən. Təşəkkür edirəm Narınc xanım. Bir daha sağ olun. Yenə də bir balamızın öz güvənini özünə geri qaytarmış oldunuz.